Ey Əbu Rafi, de görün Mühəmmədin bəlaya tuş gəlmək üçün özü ilə gətirdikləri kimlərdir? O sağ tərəfindəki kişi, onun kürəkəni və canişini Əli ibn Əbi Talibdir. Əli? Əli Xəndək döyüşündə Əmr ibn Əbdəvüd amirini öldürən adamdır. Xeybərdəki Haris və Mərhəbi də. Bəs o qadın kimdir? O, Rəsulullahın qızıdır. Həm də Əlinin həyat yoldaşıdır. Elədir. O, dünya xanımlar xanımı Fatimədir. Bizim fikirləşdiklərimiz düz çıxmadı, Eyhəb. Muhammed qoşunu ilə gəlmədi. Bir ora bax. Bax gör necə arxayınlıqla gəlir. Görürsən Eyhəb. O bizlə mübahilə eləmək üçün öz ailəsini gətirib. Əgər Muhammed öz dediklərində doğru olmasaydı, mübahilə üçün bizi buradan çox uzaq yerə çağırardı. Mənim gördüyüm bu əllər dua eləməyə qalxarsa Eyhəb, dağları da yerindən oynadar. Bunların duası bütün Nəcranı və Nəcranlıları məhv eləyər. Tez ol Aqib, tez göd onu dua eləməyə qoyma ki, axırı pis olar. Ona de ki, bizə qarğış eləməsin. De ona nifrin tökməsin. Dayan ey Mühəmməd, bizə qarğış eləmə.